Salam, hər vaxtınız xeyir olsun. Bugün coğrafiya 9-cu sinifdən keçəcəyimiz dərsimiz topoqrafik xəritələri necə oxumalı dərsidir. Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritənin legendasında göstərilir. Şərti işarələrdə əsasən xəritədə siz nəyin təsvir edildiyini başa düşürsünüzsə, deməli onu oxuya bilirsiniz. Topoqrafik xəritələri oxumaq üçün əlbəttə hər şeydən əvvəl diqqət tələb edir. Topoqrafik xəritələrdə rənglərin mənasını fiziki xəritədən fərqlənə bilər. Çaylar, göllər hər iki xəritədə göy rəngdə verilsə də, yaşıl rənglə fiziki xəritədə ovalıqlar, topoqrafik xəritədə isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərqləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir. Topoqrafik xəritədə təsvir olunan relyef formalar təsvir etmək üçün bir neçə qaydanı bilmək lazımdır. Birinci qayda. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi xəttlərdən çəkilir. Ərazinin relyef xüsusiyyətlərini onlara əsasən müəyyən edilir. İkinci qayda. Adətən dairə formasında olan qapalı horizontallar təpə və ya çökəkliyi göstərir. Deməli, belədirsə təpə, belədirsə çökəklik. Çox asandır. Deməli, bu horizontallar içəri çəkilirsə çökəklikdir. Belə qırağa bu tərəfə sağa çəkilirsə, bu tərəf sola çəkilirsə, onda yəni içəri girmirsə, xaricə çıxırsa bunlar. Bu təpədir. Xaricə çıxmayıb daxilindədirsə, bu çökəklikdir. Üçüncü qayda. Ərazi hündürlüyü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən etmək olar. Deməli, burada bizdə nümunədə göstərilib. Dördüncü qayda. Horizontallar üzərində olan təpələrin və çökəkliklərin mərkəzlərində yazılan rəqəm müxtəlif olaraq həmin nöqtələr mütləq hündürlüyü göstərilir. Burada da bizdə göstərilib. 5. Horizontallar arasındakı müxtəlif yamacın horizontallar arasındakı məsafə yamacının dikliyi göstərilir. Burada da bizdə misal göstərilib. Sonuncu 6-cı qaydada isə ərazinin hündürlüyü müəyyənləşdirilməklə səl suların axın istiqamətini təyin etmək mümkündür. Deməli, topoqrafik xəritələri necə oxumalı dərsini keçdik. Burada görünənə görə tapşırıq da yoxdur. Sadəcə burada nümunələr göstərilib və gəlin onlara baxaq. Çay B nöqtəsindən A nöqtəsinə axır. Çünki B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal və qərbdə dik yamacla və böyük sürətlə artır. Və burada bir nümunə göstərilir. Çay 550-dən 1150-yə qədər artır. A nöqtəsindən B nöqtəsinə qədər. Yəni, belə nümunələr göstərilib. Nümunələr əsasında çox asan belə bir tapşırıqdır göstərilən. Bu da ki, əsas bir şey deyil. Yəni, bu dərsdə tapşırıq yoxdur. Ona görə də digər videomu izləməyi, abunə olmağı unutmayın. Belə videoların daha çox gəlməyini istəyirsinizsə, abunə olub like atın.